Salam hörmətli izləyicilərim. Mən bu günləri sizə şirin bibarın qoyulma qaydasını öyrədəcəm. Bunun üçün bizə nələr lazımdır? Demək, şüyüd lazımdır, belə toxumlu, kərövüz, şirin bibar. Bu bibarlar belə görükür acıdır, amma acı deyil. Bunlar da şirindirlər. Fasonu acı bibar fasonundadır. Dəfnə yarpağı, sarımsaq, duz və su. İndi biz nə edirik? Bir qab götürüb, demək, bunları bax belə kəsirik, qat-qat qabımıza yığırıq. Demək, bibarlarımızı bax beləcə kəsirik, qablayırıq belə. Dediyim kimi şirin bibardır bunlar, acı fason olmağına baxmayaraq. Belə. Belə kəsirik bibarlarımızı. Çəngəl, istəyirsiniz çəngəllə çəngəlləyin, istəyirsiniz belə kəsin. Bax, belə kəsin və bunu qablayın. Sonra isə aralarına dəfnə yarpağı, sarımsağı da belə doğrasaz, onda yaxşı tamı çıxar. Sonra kərövüz eləyirik. Dediyim kimi hamısından qat-qat. Bir də şüydümüzdən eləyirik. Toxumundan belə. Aralarına qat-qat eləyirik. Qoyduqdan sonra yenə bibarlarımızı belə götürüb kəsirik. Mərtəbə hamısını. Demək, belə qabladıqdan sonra indi duzlu suyunu qayıracaq. Sudur. Demək, duzunu tökürük suya. Bunun yaxşı olmağını bilmək üçün yumurtanı təmiz yumuşuq salırıq suya. Görürsünüz, yumurtanın başı görükür, dibinə çökmür. Onda demək duzu yaxşıdır. Götürüb tökürük onun üstünə. Demək, duzlu suyumuzu indi buna tökürük. Belə tökdükdən sonra bu indi bax, gördünüz, ağzında birəcə yer saxlamalı. Çünki bu sabahları görürsünüz, indidən basan kimi üstünə çıxır. Sabah bu ölüşküyüb dibinə çökəcəkdir. Demək, 9%-dir, sirkəmizi də tökürük buna, hazırdır. Ağzını örtüb qoyuruq qırağa. Bu qədər, çox sağ olun. Əgər xoşunuz gəldisə, like qoymağı unutmayın. Kanalımıza abunə olun, mənə dəstək olarsınız. Çox sağ olun, əvvəlcədən öz minnətdarlığımı bildirirəm.